Salam uşaqlar, biz bugün məntiq kitabımızın 125 və 126-cı səhifələrini yerinə yetirəcəyik. Gəlin suallarla bir-bir tanış olaq. Deməli, işarələrlə hərfləri müəyyənləşdirməliyik, uyğunlaşdırmalıyıq. Birinci sütuna baxanda burada eyni təkrarlanan işarə yoxdur. Ulduz, diyez, vurma, bölmə. İkinci sütun, diyez, vurma, toplama, ulduz. Burada da uyğun yoxdur. Üçüncü sütununda isə var. Bir ulduz var, 3 diyez var. Ona görə üçüncü sütundan başlayırıq. Ş, i. Deməli, 3 dənə i var, 3 dənə diyez var. Deməli, diyezlər oldu i. Diyezlər oldu i. Harada diyez var, yazırıq i. Harada diyez işarəsi var, yazdıq i. Onda ulduz olur ş. Harada ulduz var, yazırıq ş. Buradan birinciden şiş sözü alındı. Şiş sözü getdi. İ ilə başlayıb i ilə bitən itidir. Onda vurmalar olur t. Harada vurma varsa yazırıq t. T ilə başlayıb i ilə bitən ta idi. Onda üstə gəl olur a. Üstə gəllərə yazırıq a. Deməli, bir dənə qaldı b, ş, i. Onda bölmə də olur b. Bölmə də olur b. İndi bizdən nə istəyir? Bitiş sözü. Bitiş sözü harada alındı? C bəndində. C bəndini götürdük. Bərabərliyin sol tərəfi bərabərliyin sağ tərəfinə bərabərdir. Əvvəlcə gəlin toplayaq görək nə alınır. Deməli, bizdə bu var. Bunun da üstünə bunu gəlirik. Alınır belə bir fiqur. İndi bu fiqurdan bizə veriləni çıxırıq. Siz bunu karandaşla da çəkib sonra pozanla silsəz daha rahat olar. Sildik. Yerdə nə qaldı? Bir dənə belə düz xət qaldı. O da var A bəndində. Üçüncü sual. Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxırıq. Yəni 72-dən 23-ü çıxırıq. 2-dən 3 çıxmaq olmur. 12-dən 3, 9, 6-dan da 2, 4. Cavab edir 49. Deməli, kartuşka free 4-dür. Bu birisi qida 9-dur. İndi onları yerinə qoyuruq. Və bizdən nə istəyir? Toplamasın. 4-ün üstünə 9, 13, 3 yazdıq, 1 yadda. 4-ün üstünə 3, 7, bir də yadda 8. Cavab edir 83 C bəndi. 6-cı sual. 26 oldu 31, 31 oldu 37, 42, 48, 53. Ədədlər hamısı artan sıra ilə gedir. 26-ın üstünə 5 gəlsəm 31 eləyir. 31-in üstünə 6 gəlsəm 37. Yenə 37-nin üstünə 5, 42. 42-nin üstünə 6, 48. 48-in üstünə 5, 53. İndi 53-ün üstünə 6 gələcək. Üstə 5, üstə 6, üstə 5, üstə 6, üstə 5. Deməli, burada olacaq üstə gəl 6. 53-ün üstünə 6 eləyir, 59. D bəndi. 5-ci sualımız. Deməli, A-larla B-ləri yerinə qoymalıyıq. Əvvəlcə ulduzdan başlayırıq. A 24'dür, B 3'dür. Ulduzda A 24, B 3 yerləşdirdim. 24'ün üstünə 2, 26, 26'dan 3 çıxıram 23. Buradan cavab çıxdı 23. İndi bu işarə gedirik. A 23'dür, B 9. A 23'dür, B 9. Bu da 23. İndi 23'dən 9 çıxırıq. Qalır 14. 14'ün üstünə də gəlirik 23. Bu da eləyir 37. 5-də B bəndi. 6-cı sual. Tərəfləri toplayaq. 6, 3, 4. Deməli 6 üstünə 3, 9, 9-un üstünə 4, 13. 13 ilə biri neynəsə 12 eləyər. Çıxsaq. Deməli 13-dən birini çıxdım. 5, 4, 9, o da 3, 12. 12'den 3 çıxacaq, qalacaq 9.
Deməli cavab D bəndindir. Amma öbürsünü də yoxlayaq. 3-ün üstünə 3, 6, 6-ın üstünə 4, 10. Ondan 4 çıxanda 6. Elə düzgün cavab D bəndi. 6-cı sualda. Cədvəl. Əvvəlcə cədvəli bölürük və məntiqi tapmalıyıq. 35-in yuxarısı 12, qırağı 23-dür. 23 ilə 12-ni neynəsək 35 edir? Toplasaq. Deməli, məntiqimiz üstə gəldi. Məntiqimiz üstə gəldi. İndi bunları tapmalıyıq. Deməli, bu krakeri tapmaq üçün əvvəlcə bu krasanı tapmalıyıq. 16, 12. 12 üstə neçə gəlsək 16 eləyir? 4. Deməli, krasan oldu 4. İndi krakeri tapmalıyıq. 12'nin qırağında 4 var. Bir də üstündə kurasan var. Kraker var. Krakerin üstünə 4 gəlmişik eləyir 12. 12-dən 4 çıxanda qalır 8. Deməli kraker də eləyir 8. Aşağıda nə alındı? 8 üstə gəl 36. O da eləyir 44. 7-ci sualda B bəndi. 4 ilə 5 7 olub, 8 ilə 6 12 olub, 9 ilə 7 14. Deməli 4 ilə 5-i burada var 2 məntiq. Əvvəlcə verilənləri toplayırıq, sonra alınan ədəddən 2 çıxırıq. 4-ün üstünə 5 9, 2-sini çıxdıq 7. 8-in üstünə 6 14, 2-sini çıxdıq 12. 9-un üstünə 7 16, 2-sini çıxdıq 14. Hər üçündə də cavab düz alındı. İndi x-ini çıxmışıq neçədirsə, x-ini çıxmışıq 6 qalıb. Deməli, bu əvvəl neçə idi? 8. İndi neçə ilə 5 ilə neçəni toplasaq 8 eləyir. 3-ü. O da var D bəndində. 9-cu sual. Deyir, bu əvvəlcə çıx, sonra da tap. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 mərtəbədən 1, 2, 3, 4, 5 dənədir. 5 dənə 8, bu eləyir burada 40. 3 mərtəbədən 1, 2, 3, 4, 5 dənədir. 5 dənə 3 eləyir 15. 40-dan da 15 çıxanda nə qalır? 25. Aşağıdakı fiqurların hansında 25 dənə kub var? Onu tapmalıyıq. Deməli 25 dənə. Burada 3'dür. 3 mərtəbə 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə 3, 21. O da 4, 25. Uşaqlar elə C-dədir. Baxın, bax burada 2 mərtəbə var. 2 dənə 2 eləyir 4. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə də 3 eləyir 21. 4'ün üstünə 21 eləyir 25. 10-cu sual. Tamamlamalıyıq, hansı ola bilər? Bu təyyarənin davamını istəyirsə, burada bir sarı var, bir mavi var, bir çəhrayı var. Başqa rənglər görsənmir. Burada da açıq yaşılla tünd yaşıl var, belə deyək. Yuxarısı sarı, mavi, çəhrayı olan hardadır sizcə? C bəndində. Çünki burada yuxarı baxmalıdır, aşağı baxıb. Elə uyğun gələni C bəndidir. 11-ci sualımız. 6, 4, 3. 2, 7 olub. 6-dan 4'ü çıxsam 2 eləyir. 4'ün üstünə 3 gəlsəm 7 eləyir. 9'dan 3 çıxsam 6 eləyir. 3'ün üstünə 2 gəlsəm 5 eləyir. 8'dən neçə çıxsam 4 qalar? 4. 4'ün üstünə də 5, 9. Deməli, bizə lazım olan ədəd 4'dür. Məntiqdən sonuncu sualımız. Hansı fiqurda digərlərindən fərqli sayda kub var? Kubları bir-bir saymalıyıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada 8 dənədir. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. İndi hansında fərqlidir? B bəndi 9 dənə fiqur fərqlidir. Bugünkü məntiq dərsimiz bu qədər. Ümid edirəm ki, tapşırıqları başa düşdük.